Salam əziz tələbələr, hər vaxtınız xeyirli olsun. Bu gün sizlərlə qəbula düşə biləcək sualların birinci hissəsi ilə tanış oluruq. İlk sualımız şəkil əlaqələri mövzusuna aid sualdır. Elə də çətin sual deyil. Yəni bax fiqur ardıcıllığını tapmaq lazımdır. 3 dənə ardıcıllıq verib 4-cünü istəyir bizdən. Bax sadə yolla belə başlayaq. Bu nədir? Paxlava, düzdürmü? Ana fiqurun paxlavadır. Burada nədir? Adicə kvadrat. Bax paxlava kvadrat. Paxlava indi nə olmalıdır? Təzədən kvadrat olmalıdır. Kvadrat olmalıdırsa B-ni və D-ni çıxıram. Qalanları düzdür, bax kvadratlar. Burada fiqurlar hər dəfə elə bil ki 45 dərəcə belə deyək də 45 dərəcə sola və yaxud sağa falan dönür. Bax, misal üçün üstəgəlin burdadır, düzdürmü? Bax bu tərəfdədir. İndi bunu 45 dərəcə döndərmişəm sağa əqrəb istiqamətində. Üstəgəlim gəlib çıxıb yuxarı. Yenə 45 dərəcə döndərmişəm bu fiquru. Üstəgəlim gəlib düşüb bura. İndi bunu yenə 45 dərəcə döndərəndə üstəgəlin bax tam sağda olmalıdır. Görürsüz bax bu cür. Cavab avtomatik Y variantı qalır. İstəsəz dairə ilə də baxa bilərsiniz. Bax dairə burdadır. Döndərmişəm 45 dərəcə sağa əqrəbi ilə bura gəlib. Yenə döndərmişəm bura. İndi bunu bir dənə də döndərəndə 45 dərəcə dairə tam olaraq aşağı düşəcək. Heç digərlərinə falan ehtiyac yoxdur tapmağa. Digərləri isə bu naxışları isə ümumi olaraq ana fiqur kimi götürsən 45 dərəcə sola dönür. Bax bu qum saatı belədir, belədir. İndi belədirsə, indi bir dəfə belə olmalıdır. Yəni naxışlarından tapmaq olar. Cavabımız olur Y variantı. Növbəti sualımız faiz məsələlərinə aid sualdır. Cəmi 800 zəngli saat satılıb. Aha. Onların 60%-i 50% endirimlə 800-ün 60%-ni tapmalıyıq. 800-ün 60%-ni necə taparam? 800-ü 60-a vurub 100-ə bölürəm. Ədədi faizə vurub 100-ə bölürəm. 800-ün 60%-ni tapanda olur 800-ü 60-a vurub 100-ə böləndə eləyir 480. Deməli 480 dənə saatım nəyə satılıb? 50% endirimlə. Bu hələ qalsın. 10% isə, yəni 800 zəngli saatın 10%. 800-ün 10% eləyir 80 dənə saat. 80 dənə saatım 30% endirimlə satılıb, bu da qalsın. Qalan hissə, bax nə qədər qaldı? Bunu iki cür tapa bilərsən. 60%-i 1 satılıb, 10%-i də 1. Elə də o ki 70%-i satılıb. 100% daha tam. 100-dən 70-i satılıbsa yerdə qalır 30%-i. Yəni 800-ün 30%-ni də tapanda eləyir 240. Belə də tapa bilərsən. Ya da ki 481 satılıb, 80 də 1. Cəmi eləyir 560 saat. 800-dən 560-ı satılıbsa, 800-dən 560-ı çıxaram, yerdə qalar 240 dənə. Belə də tapmaq olar, deməli. Qalan hissə isə baxın, endirimsiz 8 manatdır. Deməli, mənim orijinal qiymətim, əsl qiymətim neçə manatdır? 8 manatdır. Yəni, endirimsiz 8 manatdır orijinal qiymətim. Bildim ki, 240 dənə saat orijinal endirimsiz 8 manata satılır. Bu getdi. Deməli, əsl qiymətim 8 manat. İndi qayıdıram əvvəlki cümlələrə. Deyirdi ki, saatların 60% nəyə satılıb? 50% endirimlə satılıb. Yəni 8 manat idi axı qiymətim. 50% endirim nədir? Yarı qiymətə satılıb da, yəni 4 manatdan satılıb. Bu bir pul eləyəcək, bu da növbəti. 10%, saatların 10% isə 30% endirimlə. Bax, sən iki cür eləyə bilərsən. 8 manatın birinci 30%-ni tapırsan, eləyir 2 manat 40 qəpik. 8 manata 2 manat 40 qəpik endirim eləyəndə qalır 5 manat 60 qəpik. Deməli, bu 5 manat 60 qəpiyə satılıb. Bunu ya da ki, necə eləyə bilərsən? Nəsə ümumi tam olaraq 100%-dir. 30% endirim nədir? Yəni 70% qiymət qalır da. Nəyəsə 30% endirim eləyəndə 70% qalır. 8 manatın direkt 70%-ni taparsan 5 manat 60 qəpik. Heç nə, bunları hesablayırıq. Deməli, 480-i 4-ə vuranda eləyir 1920. Yəni buradan 1920 manat qazanılıb. 80-i 5 manat 60 qəpiyə vuranda eləyir 448 manat. 240-ı da 8-ə vuranda olur 1920. Və bu üçünün cəmini tapırsan, bizə nə verir? Bizə verir 4288. Cavabım olur Y variantı. Növbəti sual fəza fiqurlarına aid sualdır. Bunu sadə olaraq pozana çəkib tapa bilərsən. Yəni bunu çəkirsən pozana, variantları bir-bir yoxlayırsan, pozan qaydasını, yəni bax bu cür tapırıq. Bəs bu sualı pozansız necə eləmək olar? Bax, fikir verin. Nöqtə məndə nəyə yaxındır? Bax, nöqtə bu qara var ha, görürsüz, yarım üçbucaq deyək də buna. Böyük üçbucaq olan qaraya yaxındır.
Bax, D variantı səhvdir. Baxın, nöqtə üçbucağın bir ki, qarasına yaxın olmalıdır. Burada ağına yaxın verilib. Səhvdir. Nöqtə dedik ki, bu qaraya yaxın olur. Ya burada olmalıdır, ya burada. Yəni ki, bax, nöqtə qarı yekə üçbucaqdan aralı verilir. Ondan sonra bax, nöqtə bu arada bax bu ziqzaq olan üçbucaq var ha, digər x boyunca, x kimi gedən üçbucaq görürsüz. Bundan aralıdır da bax, burdan məsafəsi var bunun. Bu qədər məsafəsi var. Bax bu səhvdir. Burada nöqtə həmin bu hissəyə yaxın yerləşdirilib, görürsüz. Bu ola bilər normalda. Bir də baxırıq nəyə? Bax, Y variantında baxaq görək. Y variantında sıxıntı nədir bilirsiniz? Bax, burada bu yekə üçbucaqla bu balaca üçbucaqlar var ha, x kimi olanlar. Bunlar qonşu deyil, görürsüz? Yəni üçbucaqlar. Bax, burada eyni, bax bu fiqur tamam, bu fiqur budur, düzdürmü? Bunun sağında bu belə olmaydı, belə yox. Bax, burada qaralar bir-birindən qonşudur. Axı bu bizdə bu qaralar bir-birinə əlaqəsi yoxdur. Yəni deyirəm, belə ola bilər, biraz çətin gəlsin. Salamatı bu kubu pozana çəkirsiniz, tapırsınız. Bunun başqa bir forması, bilirsiniz necə tapa bilərsiniz bunun A bəndi olduğunu? Belə deyək də, bax, bu kuba, bir dənə bu yandan baxın. Bu yandan baxsaz, elə eynən bu kubu görəcəksiniz. Bax, buradan baxanda görəcəksiniz. Bu kuba bu tərəfdən baxsaz, bax, üçbucağın sağında nöqtədir, üstündə bu ziqzaq olan. Bax, üçbucağın sağında nöqtə, üstündə ziqzaq olan. Cavabım yenə də A bəndidir. Yəni, yaxud bunu çəkirsən pozana, bu kubu bir dənə bu yana aşırdanda, bu tərəfdən baxanda eynən A bəndi görünmüş olur. Növbəti sualımız yenə fəza fiqurlarına aid sualdır. Deyir, bu hissələrin birləşdirilməsində alınmayan fiquru tapmaq lazımdır. Yenə ən gözəl üsul burada. Bunu pozana çəkib rahatlıqla variantı tapa bilərsiniz. Pozansız biraz çətin gələ bilər. Bax, misal üçün, A bəndində sıxıntı yoxdur. Bilirsiniz niyə? X-in üstündə bax bu fiqurdur. Bax, buna bir dənə tərsdən baxsaz bu yandan. Bax, X budur, düzdürmü? X-in üstündə bax bu fiqurdur. Bax, eynən elə. X-in sağında nədir? Bax 2. Bunun sağında, bax, buna tərsdən baxsaz elə 2-dir də bu, görürsüz? Yəni A bəndində nədir? Bizdə sıxıntı olmur. A bəndi düzdür. İndi mən nə edirəm? A-nı çıxdım. Baxıram B bəndinə. Bax, bu fiqurun üstündə x görürsüz? Bax, bu üstəgəl deyildi. Üstəgəlin üstündə x-dir. Bax, hələ burada üstəgəlin üstündə x. Bunun üstəgəlin sağı, bax, bir də kublarda əsas məsələ ən soldakı fiqur var ha, ən sağa gələ bilər olduğu kimi. 6 deyil, 6-nı çəkirəm, bax, necə var elə. Bunun sağında. Bax, bu 6-nı da bir dəfə aşağı aşırdanda gəlir, bax, belə dayanır. Görürsüz? Bax, bu düzdür. Baxın, bunun sağında budur, üstündə də x. Yəni, B bəndində də nədir? Sıxıntı yoxdur bizdə. B bəndi də düzdür. B bəndinə hələ dəymirik. Deməli, bizdən alınmayanlar istəyir. C bəndi alınmayacaq böyük ehtimal. Bir dənə D-yə baxaq. D bəndində məsələ nədir? 2-nin üstündə x-dır. Aha, bax, 2-nin üstündə x olmaq üçün bu kuba buradan baxmaq lazım. Bax, 2-nin düzdürmü? Üstündə x. Bax, bu tərəfdən dayanın, baxın kuba. 2-nin üstündə x-dır. Aha, 2-nin solunda. Bunun 2-nin solu buradan baxanda 2-nin solu bura düşür. Bax, bura bu fiquru gəlib düşür də. Bu fiquru 90 dərəcə döndürəndə olur, bax, bu fiqurun belə. Bax, eynən bu hissə bizdə nədir? Buradır. D bəndi də alınır. D-ndə çıxıram. Y bəndində. Bax, heç nə yox. H-ın üstündə 2 olsun. Bax, bu H-ı, bax, bu H hərfi kimi var, üstə gəl. Bunu döndərəndə sola gəlib olur belə, düzdürmü? Bunu bir dəfə aşırdıram bu üzə. Bax, H-ın üstündə 2-dir, görürsünüz. H-ın solunda nədir? Bax, bunun solunda da bax, bu fiqur gəlib düşür. Bu fiquru da aşırdanda, bu fiqurun gəlib düşəcəyi, baxın, eynən belə. Baxın, bu hissə ödəyir. Y-də ödəyir. Amma C bəndi ödəməyəcək bizdə. Bax, indi səbəbini deyirəm niyə görə. C bəndində ola bilər biraz təxəyyüllə tuta bilmərik, amma cavab C bəndi alınmayacaq. Çünki bax, belə deyək. Bax, bunlar ikisi görürsüz yanbayan. Bax, bunu bir dəfə aşırsan, bu üzə olacaq belə. Düzdürmü bu fiquru? Bir dəfə də aşırsan, eynən özü kimi gəlib düşəcək. Bax, bu fiquru 2 dəfə döndərirəm, gəlib düşür bura. Baxın, belə bir formatda. İndi. Bax, alınan bu fiqur var ha, bu fiquru. Sən tərsinə baxmalısan. Yəni, bu nə deməkdir?
Sən bunu, bax bu hissə var, bu hissəni çevirməlisən. Yenə onda bax bu V hərfləri düz gəlir, amma Ə hərfində sıxıntı olur. Yaxud bunu əyani şəkildə başqa necə göstərmək? Bax bu 6 var, 6 rəqəm. 6 bu hal-hazırda belə yazılır, düzdürmü? 6-nı sağa aşırsan, misal üçün olacaq belə. Sola aşırsan olacaq misal üçün belə, düzdürmü? Sola aşırsaq, deməli. Və 6-nı dedik, sağa aşırsaq olur belə. Sola aşırdan da belə yox, olacaq belə. Belə bir şey, düzdürmü? 6-nı sola aşırdan da olacaq bax bu formatda. Aşağı da aşırdan da təbii ki belə, 9 kimi. Yəni burada 6 bax bu cür ə hərfi kimi görünə bilməz. Burada güzgü əksini yazıblar. Yenə deyirəm, bax bu üsulla biraz çətin ola bilər. Salamat bax bunun pozanı çəkin. Pozanı çəkəndən sonra bir-bir variantları yoxlayacaqsınız ki, hamısı alınır, C bəndi alınmır. Növbəti suala baxırıq. Deməli, bizə deyir ki, bu ədəd rəqəmlərinin hasili 8-ə bərabər olan ədədlərin maksimum olanıdır. Onun sonuncu rəqəmini müəyyən edin. Bax, bizə bu arada demir neçə rəqəmli ədəddir. Bilmirsən 2 rəqəmli, 3 rəqəmli, 4 rəqəmli. Və rəqəmlərin hasili 8-dir. Və maksimum ədəddirsə bu ədəd. Bax, bu arada demir ha, rəqəmləri təkrar ola bilər, ola bilməz. Bununla bağlı heç bir şərt də verməyib. İndi onun deyir sonuncu rəqəmini müəyyən edin. Bax, diqqətlə baxsaz, normalda belə deyim də, tutalım burada bir ədəd yazsam, bilmirəm neçə rəqəmli ədəddir də, hə. Maksimum ədəddirsə, maksimum ədəd nədir? Bu əvvəllərə sən maksimum ədədləri yazmalısan. Axırlara minimum ədəd yazmalısan, düzdürmü? İndi bax məntiq nə? Bu arada demir rəqəmlər təkrar ola bilər, ola bilməz. Onunla bağlı heç bir şərt verməyib. Normalda axıra minimum nə yaza bilərsən səncə sən? Sonradan 0 götürüb. 0 olmaz axı, nəysə 0 olanda rəqəmləri hasili 8 yox 0 eləyir. Onda axıra avtomatik minimum 1 düşər də, düzdürmü? Çünki misal üçün atıram, bax ədədim belə ola bilər. Birinci rəqəmim 8, düzdürmü? Sonralar 1, 1, 1. Yəni demir axı təkrar ola bilər, ola bilməz. Lap nə belə olsa, sənin mütləq ən axırıncı ədədin nə olmalıdır? 1 olmalıdır ki, çünki nəyisə 1-ə vuranda elə özü eləyir. Ancaq 1. Hə, niyə 2 olmaz? Misal tamam 42 götürərsiniz. Axı 421 də ola bilər misal üçün. Ya misal 81 də ola bilər. İndi bax belə bir ədəd də yazdım. Yəni axırıncı ədədin minimum ədəd olmalıdır. Maksimum nədir? Buralar maksimum, bura minimum. Bura minimum nə ola bilər? Ancaq 1. Cavabım C bəndi. Növbəti sual sadə suallardan biridir. X şərti dilində tərcümələr verib bizə. Biz tapmalıyıq onlar onları tərifləyirlər cümləsinin tərcüməsini. Bax cümlən başlayır onlarla. Onlarla başlayan cümlələr burdadır, görürsüz. Hər ikisi nə ilə başlayır? Baxın, ortaq olan hissə urdur. Deməli, onlar sözünün qarşılığı oldu bizdə ur. Zaten bütün variantlar urla başlayır. Sonra gəlirəm onları. Bax, onları var ha. Yəqin ki, lo olar, düzdürmü? Çünki mən sözü, baxın, mən sözlər nədir? Mən sözü, baxın, didir. Onda onları olacaq lo. Bir də qaldı tərifləyirlər. Bax, tərifləyirlər, tərifləyirlər. Hər ikisi nə ilə bitir? Marım hissəci ilə. Olacaq urlo, marım. Cavab olacaq B variantı. Növbəti sual çox asan suallardan biridir. 28-dən 20 alınıb, 38-dən 22 və s. Bax, 38-dən 22 necə alınır? 38-in rəqəmlərini toplayırsan, yəni 3 ilə 8-i toplayırsan nə eləyir? 11, 2-yə vurursan 22. Yəni rəqəmləri toplayıb 2-yə vurursan. 2 ilə 8-in cəmi 10, 2-yə vurursan 20. Bunların rəqəmləri cəmi bizə verir 11, yəni 5, 0, 6-ın cəmi 11, 2-yə vuram 22. İndi 23-ün rəqəmləri cəmi 5 eləyir, 2-yə də vuranda olacaq 10. Növbəti sual da faizi məsələlərinə aid sualdır. Bizə deyir ki, sinifdə oğlanların sayı qızların sayından 1.5 dəfə çoxdur. 4 qiyməti alan oğlanlar sinifinin 16%-dir, qızların 20%. Bax, baxıram ki, sinifdə 2 dənə belə deyək də, qızlar var, bir də oğlanlar var. Və hərəsi də 3 kateqoriyaya ayrılır. 4 alanlar, əlaçılar, yəni 5 alanlar, bir də 3 alanlar. Bax, nə edirəm? Buradan belə bir sistem qururam. Yazıram ki, bura oğlanlar, burada qeyd edirəm qızlar. Bax, belə bir cədvəl quracam mən. Deməli, bizə nə deyir? Oğlanların sayı qızların sayından 1.5 dəfə çoxdur. Baxın, oğlanların sayı qızların sayından 1.5 dəfə çoxdur. Oğlanlar çoxdur da 1.5 dəfə. Bax, onda qızları x götürsəm, oğlanlar avtomatik olacaq 1.5x. Düzdürmü?
Çünki baxın, oğlanların sayı qızların sayından 1.5 dəfə çoxdur. Qızlar x-sə, oğlanlar olur 1.5x. İndi 4 qiyməti alan oğlanlar. Bu arada üzr istəyirəm, bir şey yadımdan çıxdı. Burada e, nə edirik? Baxıram ki, 3 yerə bölüb də 3, 4 və 5 alanlar. Bax yazıram. 3 alanlar, bura olsun 4 alanlar, burada olsun 5 alanlar. Məsələn, mən 4 qiyməti alan oğlanlarsa, o ilə 4-ün kəsişməsinə baxacağam. 5 qiyməti alan qızlarsa, o ilə Q ilə 5-in kəsişməsinə baxacağam. Bax bu sistemdən dolduracağam. İndi 4 qiyməti alan oğlanlar sinifin 16%-dir. Bax 4 qiyməti alan oğlanlar isə söhbət buradan gedir. Bura nədir? Sinifin 16%-dir. Sinif nədir məndə? Oğlanlar üstəgəl qızlar. Baxıram ki, sinif məndə verir 2.5x. Sən 2.5x-in 16%-ni tapırsan. Yəni 2.5x-i vururam 16-ya, bölürəm 100-ə. 16%-ni tapmaq üçün. 2.5 ilə 16 100 ilə 2.5 ixtisar gedir. Burada qalır 40 dəfə. 16-nı da 40-a böləndə eləyir 0.4x. Yəni bura sən demə 0.4x-miş. 0.4x. Bunu qeyd elədik. Aha. Qızların 20% əlaçıdır. Qızlar x-dir da. X-in 20% nədir? 0.2x. Yəni x-i 20-yə vurub 100-ə bölürəm də. 0.2x. Və qızların 20% əlaçıdırsa gətirib buraya yazıram 0.2x. 0.2x. Ondan sonra 4 qiyməti alan qızlar, yəni söhbət buradan gedir. Əlaçı oğlanlardan, yəni bundan 2 dəfə çoxdur. Bax bundan 2 dəfə çoxdur. Bura çoxdur ya 2 dəfə. Bunu biz x ilə yox, başqa bir hərflə əvəz eləməliyik. Məsələn, gəl biz bura t deyək. Bura t-dirsə, bu bundan 2 dəfə çoxdur axı. Bura avtomatik olacaq 2t. Bunu yazdıq. Bax, görürsüz 4 qiyməti alan qızlar əlaçı oğlanlardan görürsüz 2 dəfə çoxdur. Deyir ki, qalan 2 qız və 8 oğlan 3 alıblar. Deməli, qalan 2 qız və 8 oğlan nədir? 3 qiyməti alıblar. Bundan sonra bu sistemi qurandan sonra sən nə edirsən? Bundan sonrası çox asan gəlir. Bax, sən bilirsən ki, bunların cəmi nə verməlidir sənə? Baxın dostlar, bunların cəmi mənə verməlidir nəyi? 1.5x-i. Bunların cəmi mənə verməlidir x-i. Bunları toplayıram, yəni yazıram buradan. T üstə gəl 0.4x üstə gəl 8 bərabər olmalıdır 1.5x-a. Buradan da bunların cəmi, yəni buradan birinci 2t-ni yazırsan, bax 2t üstə gəl 0.2x üstə gəl 2 bərabər olmalıdır x-a. Düzdürmü? Bunların cəmi x verməlidir axı. Bundan sonra nə edirəm? Bax, gəl belə eləyək. Buradan bax bu 0.4x-i keçirdirəm sol tərəfə. Gəl ümumiyyətlə buradan t-ni tapaq. Buradan t-ni tapanda nə olur? Bundan sonrası onsuz da tənliklər sistemidir. Birinci tənlikdən t-ni tapanda 0.4x-i keçirdirsən bu üzrə. 1.5x-dan 0.4x çıxanda olur 1.1x. Çıxılsın. Nə? 8 də keçir də bu yana, düzdürmü? T-ni tapırsan. Çıxılsın 8. Deməli t nədir məndə? 1.1x çıxılsın 8. Gətirib buradakı t-nin yerinə 10 yazıram. Bax, buradakı t-nin yerinə 1.1x çıx 8 yazıram. Bax, yazıram. 2 vurulsun. 2t daxı. T-nin yerinə yazıram nə? 1.1x çıxılsın 8. Üstə gəl 0.2x. Üstə gəl 2. Üstə gəl 2. Bərabər nəyə? X-a. Bax, bunu vurub açıb x-i tapırsan buradan. Bunu vurub açaq. Eləyir 2.2x çıxılsın 16. Üstə gəl 0.2x üstə gəl 2. Bərabərdir bizdə x-a. 2.2 ilə 0.2-ni toplayanda olur 2.4x. Bu x-i də keçirdirəm sol tərəfə. 2.4x-dən x çıxanda olur 1.4x. Bərabərdir. Mənfi 16 üstünə 2 gələndə olur mənfi 14. Mənfi 14-ü sonra direkt sağa keçirdəndə işarə dəyişir olur 14. Və 1.4x 14-sə x-i bərabər tapıram 10-a. Bitdi, getdi. Bax, bunu tabandan sonra zaten hər şey çıxır ortaya. Nə istəyir? Sinifdə neçə oğlan var? X-i 10 tapmadım. Oğlanlar 1.5x idi axı. X 10-sa 1.5-i 10-a vuram, cavabım olur misal üçün 15. Ümumiyyətlə bu sualda bu sistemi əzbər bilsəz, bilin ki x 10-dur. Yəni misal üçün x 10 olsa qalan hər şey tapmaq olar. Onda bu 0.4x yox, bu 4 deməkdir də x 10 olanda. 4 ilə 8-in cəmi 12 eləyir. Axı 15 nəfər oğlan var idi. T də deməli 3-ə bərabərdir. Yəni görürsüz x-in yəni bu sistemi qursaz,
Lap buranı həll eləyə bilmirsinizsə də əgər, yadda saxlayın bu sualda ki, x-i 10 tapırsan sən. Bu cədvəli qurandan sonra x-ların yerinə 10 yazırsan, yəni misal üçün, bura olur 20 nəfər falan. Bax bundan sonra rahatlıqla tapmaq olur. Cavab olur C bəndi. Növbəti sualımıza baxırıq. Deməli, ardıcıllıq mövzusuna aid sualdır. Bax, ümumiyyətlə bu cür uzun ardıcıllığı görürsünüzsə, 90% intervallı olur. İntervallı nədir? Yəni tullana gedən. Bu ikili intervalda olar, üstü intervalda. Məsələn, bu sualda ikili intervaldır. Baxın, yəni ikili interval nədir? Bax, bir ardıcıllığım budur, bu cürünə baxmalısan. Digər bir ardıcıllığım isə baxın budur. İndi, bax birinci ardıcılığa baxıram. 516-dan 497-yə gəlib, yəni 19 azalıb. 497-dən 478-ə gəlib, yenə 19 azalır. Bax, bundan buna gələndə yenə 19 azalır. Hər dəfə 19 azalır. İndi 459-dan da 19-u çıxanda olacaq bizdə burada 440. Buranı tapdıq. Keçirik ikinci tərəfə. Bax, bundan buna gələndə, baxın 19 azalır. Bundan buna gələndə yenə 19 azalır. Aha. Bundan da buna, yenə 19 azalır. Yəni bundan da 19-u çıxanda üzr istəyirəm, daha doğrusu. Buna onsuz da baxmışdıq da biz. Tapdıq 440. İndi digər ardıcıllığıma baxıram. Baxın aşağı tərəfdən oxlar. 662-dən 645-ə gəlib, yəni 17 azalıb. 645-dən 624-ə gəlib, yəni 21 azalıb. 624-dən də 599-a, yəni 25 azalıb. İndi bax bundan 17, 21, 25 artımlara fikir verin. 4 ədədlər 4 vahid böyüyür. Yəni 17 çıxıb, 21 çıxıb, 25 çıxıb. İndi neçə çıxmalıyam? 29 çıxmalıyam. 599-dan da 29-u çıxanda olacaq 570. Burada da olacaq 570. Cavabım 440, 570. Cavab olur D variantı. Növbəti sual analogiyalara aid sualdır. Sadə sualdır. Cümlə qurmalıyıq. Ev mərtəbələrdən ibarətdir. Pilləkən də nədən ibarətdir? Baxın, pilləkən də pillələrdən ibarətdir. Növbəti sual, deməli, hesab əməllərinə aid sualdır. Nədir burada məsələ? Baxın, ABC-ni D1-ə vurub belə bir şey alınıb. Bizdən D-nin qiymətini istəyir. Baxın, normalda ABC-ni 1-ə vuranda nə eləyər? ABC özü eləməlidir. Bax, bura yazıram ABC-ni. Yəni bu ədədim ABC ədədidir. Gəlin bura yazıram. Yaxşı. Bunu hələ saxlayaq. Baxın, niyə görə səbəbini deyəcəm. Hələ ki üstünə yazmayaq. Deməli, bax bura qalsın. Bura onsuz ABC ədədidir. ABC-ni 1-ə vuranda ABC. Bax bu nöqtələri tapa bilərik. Bax bu nöqtə gəlib aşağı düşübsə, bura deməli 6-dır. Düzdürmü? Bura oldu 6. Yazdıq 6. İndi 8-in üstünə nə gəlsəm 2 eləyər. Təbii ki 4. Ki 4-ün üstünə 8 gəlirəm, 12, 2 yazıram. 1 yadda. İndi burada 3 üstünə nə gəlsəm 6 eləyər, amma 1 yadda da var. Deməli avtomatik bura 2-də. 2 üstünə 3 gəlirəm 5, bu da 1 yadda 6, 7 gəlib aşağı düşür. İndi nədir məsələ? Bildik ki 246 nədir? ABC ədədinin özüdür. Deməli ABC bizdə 246 imiş. 246-nı 1-ə vuranda 246 eləyər. İndi bax ABC-ni D-yə vuranda 738 eləyir. Yəni 246-nı nəyə vursam 738 eləyir. Zaten 200 neçəni 700 neçə eləmək üçün ancaq 3-ə vurmaq lazımdır. Zaten bizdən D-nin qiymətini istəyir. D-nin qiyməti olur 3. Cavabım olur C variantı.
Növbəti sual sadə sualdır yenə. Onlar onu gözləyirlər tərcümə eləməliyik. Cümlən başlayır onlarla. Onlarla başlayan cümlələrə bax 3 dənədir görürsüz. Hər üçü nə ilə başlayır? Görürsüz, hər üçü başlayır ro hissəci ilə. Deməli bizdə də ro ilə başlamalıdır. Ona görə C ilə D getdi. Sonra gəlir onun sözü. Bax onun sözü burada var. Onlar bilirəm rodur. Onun avtomatik K olacaqdı yəqin ki. Çünki çağırırlar. Baxın, tam hissəci idi. Olacaq ro K. Bu da çıxdı. Gözləyirlər. Bax, gözləyirlər sözü burada da var, burada da var. Gözləyirlər nə ilə bitir? Baxın, karma hissəci ilə bitir. Sonradan ma götürür, ma yox. Orta olan ən uzun hissəni seçməlisiniz. Yəni karma. Olacaq roka, karma. A bəndi. Növbəti sual qatlanmış kağızın kəsilməsinə aiddir. Xəyalən deyir vərəqə açın. Bax, vərəqəyi bir dəfə yuxarıdan aşağıya qatlamışıq. Alınan bu vərəqə də soldan sağa doğru qatlamışıq. İndi bunu birinci sola açmalısan. Bax, bunu birinci bir sola açanda, bax, bu fiqurum güzgü əksi gəlib düşməlidir bura, düzdürmü? Bax, burada belə bir fiqur olmalıdır. Bunun da güzgü əksi eynən gəlib düşür, bax, bura. Baxın, bunu tamamladıq. Bu şəklini açanda olur belə. İndi bunu hara açmalısan? Yuxarı. Bunu yuxarı açanda, bax, bu üç bucağın gəlib düşməlidir bura. Bunu yazdıq. Bu üç bucağın əksi gəlib düşməlidir təxminən bura. Bu paxlavan da tam olaraq mərkəzdə gəlib düşməlidir. Təxminən belə bir şey. Və bu da bizim hansı variantımızdır deyir. Baxıram ki, eynən C variantı bizim düzgün cavabımız olur. Paxlavalarla zaten tapmaq olurdu. Növbəti sual deməli. Nədir bizdə məsələ? Baxıram ki, ortadakı ədədlər nədir? Kvadrat ədədlər. Deməli, nə ola bilər? Bax, fikir versəz, 2 böyük ədəddən görürsüz balaca ədədlər alınır. Niyə balaca? Çünki bunlar kvadratda axı. Məsələn, bunun 100 yox 10 kimi baxaraq, bunun 36 yox 6 kimi baxaraq. Və 239-un rəqəmləri cəmi neçədir? Eləyir 14. 441-in rəqəmləri cəmi, yəni 4, 4, 1-in cəmi bizə verir 9. 14-dən 9-u çıxırsan, eləyir 5, kvadratı 25. Məsələn, 546-da rəqəmləri cəmi 15 eləyir. 221-də isə rəqəmləri cəmi 5 eləyir. 15 ilə 5-i çıxırsan, eləyir 10, kvadratı 100. Bunların rəqəmləri cəmi 12, bunların rəqəmləri cəmi isə 2, isə 6. 12-dən 6 çıxırsan, 6, kvadratı 36. 581-in rəqəmləri cəmi bizə verir 14. 413-ün rəqəmləri cəmi bizə verir 8. 14-dən 8 çıxıram, 6, kvadratı zaten olur 36. Cavab olur B variantı. Növbəti sual, bax bu fiqurdan bu fiqur alınıb, bu fiqurdan hansı fiqur alınacaq? Burada mahiyyət nədir? Bu ümumiyyətlə biraz əzbər suallara aiddir. Bu sualda cavab əzbərləyin. İndi sonda deyəcəm cavab nə olacaq. Bax, bu fiquru bu hala götürmək üçün, baxın bu fiquru ortadan bölürsən. Görürsüz, böldük. Bax, gəl bunu da ortadan bölün. Bax, fikir verin. Gəlin fərqli rənglərlə göstərəcəm. Bax, bu fiqurum var ha mənim. Bax, figurumun sol tərəfi görürsüz. O yaşılının üzərindən xətt çəkdiyim. Bu yaşıl figurum hardadır? Bax, sağdadır, düzdürmü? Görürsüz? Bununla belə eyni şeydir də. Bax, bu fiquru bunu ortadan bölür, soldakını gətirib sağa tullayır. Sağdakını isə sol, yəni solla sağın yerini dəyişir. Bax, bu fiqur da hansıdır məndə? Baxın, bu figurum da mənim gəlib hara düşür? Bax, eynən bu figurum da, düzdürmü? Görürsüz? Yəni tema nədir burada? Fiquru bölür, bax, soldakı fiquru sağa qoyur, sağ tərəfə. Sağdakını sola. Yaxud belə deyim də, bu bölür ortadan, bu sol tərəfini götürür direkt sağın yanına yapışdırır. Mən bunu ortadan bölsəm, bunun sol tərəfi var, bax bu hissə. Bu hissəni götürüb sağa tullayanda təxminən olacaq belə bir şey. Görürsüz? Bu soldakı fiqur eynən budur, düzdürmü? Olur belə, yəni cavabım olur Y variantı. Baxın, həqiqətən ödəyir. Bu soldakı tərəf buradadır, burada sağdakı tərəf buradadır. Cavabım olur Y variantı. Yəni mahiyyəti biraz çətin gələ bilər, amma ən azından cavabı əzbərləyin ki, bu sualda cavab Y variantıdır. Növbəti sualımıza baxırıq. Deməli, finiş xəttinə ilk altılıqda bu 6 dənə adam çatıb. Və 6 dənə adamın 6 dənə sırası olmalıdır. İlk altılıqda isə bax 1-dən 6-yacan rəqəmləri nömrələyirəm. Deməli 1, 2, 3, 4, 5 və bir də 6. İndi buranı ayırıram ki, nə olsun, qarışmasın.
Tapmalıyam ki, kim neçənci yerdə çatıb. Baxın, mən birinci yerə çatanı sola yazmışam. Yəni yaxşı nəticə göstərəni sola, pis nəticə göstərəni sağ tərəfə yazmışam. Bax, BCD 2, 4, 6 deyil. BCD 2, 4, 6 deyilsə, onda 1, 3, 5-dir avtomatik. Bax, gəl 2, 4, 6-ya BCD yazıb xətt çəkək. Bura BCD yazıb nə edirəm? Xətt çəkirəm. BCD. Burada BCD yazıb nə edəcəm? Xətt çəkəcəm. BCD 2, 4, 6 ola bilməz. Bunu qeyd elədik. İndi mənə nə deyir? F-in nəticəsi Y-dən yaxşı, lakin A-dan pisdir. Bax, mən yaxşı tərəfi sola yazmışam. Bax, deyir F-in nəticəsi, yazıram F. Y-dən yaxşıdırsa, deməli F Y-dən solda olmalı. Bax, F-in nəticəsi Y-dən yaxşıdır. Yaxşılar soldadır axı. Lakin A-dan pisdir. Deməli F Y-dən yaxşıdır, amma A-dan pisdir. Deməli sistemim belə olacaq. C qalib deyilsə, birinci yerə C yazıb xətt çəkirəm. Y-yə ən yaxın nəticəni B göstərir. Bu şərt hələ qalsın. Bax, mən dedim ki, BCD 2, 4, 6 deyilsə, onda BCD 1, 3, 5-dir, düzdürmü? 1, 3, 5 BCD ola bilər. Onda 1, 3, 5, baxın, BCD 1, 3, 5-dirsə, düzdürmü? Onda 2, 4, 6-ya nə qalır? A, E, F. 2, 4, 6-ya A, Y, F qalır. Və bilirəm ki, bunların sistemi budur. A, F, Y. Yəni belə olmalıdır ardıcıllığım. Onda avtomatik ikinci yerdə A olacaq. Çünki dedik axı 2, 4, 6 BCD deyilsə, BCD onda 1, 3, 5-dir. 1, 3, 5 isə BCD, yerdə qalır A, Y, F. Bunları da sistem belədir axı. A solda, F sonra Y olmalıdır. Ona görə də A, Y, F-i ancaq 2, 4, 6-ya yaza bilərəm. A, F, Y. Bu cür yazdıq. Bundan sonra bax nə deyir? Y-yə ən yaxın nəticəni B göstərib. Y buradadsa avtomatik bura olacaq. B. Bax, indi mən C-ni 1-ə yaza bilməzdim axı. Qalib deyil çünki. Onda C-ni atacağam 3-ə. Burada hansı hərf qaldı? Burada da qaldı da. Vəsə. B ilə Y-nin yerlərini istəyir. B 5-ci yer, Y isə 6-cı yer olmuş olur. Cavabım olur Y variantı. Növbəti sual çox sadə sualdır. Yəni bundan asan sual imtahana düşə bilməz. Bu fiqur belədir. Bax görsən, buna 1 deyirəm. Bütöv olana 1 deyirəm. Bu yarımçıq 0,5. Bax bura nədir? 1, düzdürmü? Bir dənə bütöv. Bura nədir? Bir dənə bütöv, bir dənə yarımçıq. Yəni belə deyək də 1,5. Bura nədir? Bax 2 dənə bütövlər vardı. Yəni 2 deməkdir. Bura nədir? 2 dənə bütöv, bir dənə yarımçıq. Yəni 2,5. Bax 1, 1,5, 2, 2,5. İndi nə lazımdır? 3 dənə bütöv olmalı. Yəni ki, hər dəfə yarımçıqlar tamamlanır. O da avtomatik cavab D variantı verir. Növbəti sual diaqramlar mövzusuna aid sualdır. Bir şəkildə əkildikdən sonra ağacın böyüməsi qrafiki verilmişdir. Qrafikə görə əkildikdən neçə il sonra ağacın hündürlüyü 7 metr olacaq. Neçə ildən sonra 7 metr olacaq. Bax fikir versək, gəlin baxıram bu nöqtəyə. Bu nöqtə nədir? Bax fikir verin, belə suallarda həmişə başlanğıc hardan başlayıbsa ona fikir vermək lazımdır. Bax diqqətlə baxın, qrafikim 1-dən başlayıb. Bax bu nöqtə nədir? Arada nə qədər keçib? Hündürlüyün, yəni metrin ildən asılı qrafiki verilib də. Baxın, bu nöqtə 6 ildir. 6 ilə boyu nə qədər olub bitkinin? 4 olub da boyu, düzdürmü? Əkiləndə nə qədər idi bitkinin boyu? Bax başlayanda 1 idi. Bax başlayanda 1 idi boyu. 6 il sonra gəldi oldu 4. Bax 1-dən 4-ə gəldi də boyu. Görürsüz? 1-dən 4-ə artdı. Deməli 6 ilə nə qədər artdı? 1-dən 4-ə gəlib də, yəni 3 metr artıb. Yəni 6 ilə bu bitkinin boyu 3 metr qalxıb. Ağı 1 metr uzunluğunda əkilmişdi. 6 ildən sonra gəlib görürlər ki, 4 metr olub. 1-dən 4-ə gəlmək üçün 3 metr böyüyüb. Deməli 6 ilə 3 metr böyüyübsə, neçə il sonra 7 metr olacaq. Bax, ağac əkiləndə dedik ki, boyu nə qədər idi? 1 idi, 1 metr var idi. 7 metr olmaq üçün 6 metr artmalıdır. Düzdür, 1 var, 7 olmaq üçün 6 metr artmalıdır. Deməli 6 ilə əgər 3 metr böyüyübsə, bəs 6 metr böyüməlidir. Neçə ilə 6 metr böyüyəcək? Aydındır? Tapdım ki, 6 ilə 3 metr böyüyüb. Neçə ilə 6 metr böyüyəcək də? 1 var, 6 böyüməlidir, 7 olsun. Buradan çarpaz vurub bərabərləşdirirsiniz ki, x olur 12. Cavabımız 12 iliymiş. Bitdi, getdi. Növbəti sual çox sadə sualdır, analogiyalara aiddir. Dəmirçinin xam malı dəmirdir. Yəni dəmirçi dəmirdən nəsə düzəldir. Taxta nəyin xam malıdır? Hansı peşənin? Dülgərin. Dülgər də taxtadan nəsə düzəldir. Növbəti sual tərəzi mövzusuna aid sualdır. Nədir bizdə məsələ burada? Bax, diqqətlə baxsaz görərsiniz ki, 3 dənə S PK-ya bərabərdir. Bax, nə edərəm? P nədir?
SSK deyil, görürsüz? P SSK-ya bərabərsə, gətir buradan P-ni pozub yerinə nə yazaram? SSK. Düzdür? P-nin yerinə SSK yazdım. İndi buradan 2 dənə S-lər getdi. Buradan da 2 dənə S-lər getdi. Nə qaldı burada? S nəyə bərabərdir? K, K-ya. S nədir? 2 dənə K. Cavabım olur B variantı. Növbəti sual çox sadə suallardan biridir. Amma biraz diqqətli olmaq lazımdır. Bax, fikir versəz, fiqurlar hər dəfə 45 dərəcə saat əqrəbinə dönür. Bax, bu fiquru biraz 45 dərəcə bu yana döndərmirsən, bunu bu yana. Aha, fiqurlar deməli dedik ki, hər dəfə 45 dərəcə dönür. İndi məsələ nədir bizdə? Bax, belə deyək də, oxun bu cür nədir? Yəni, bu tərəfə baxır, indi biraz sağa baxır, bir sağ aşağıya baxır, indi tən aşağı baxmalıdır. Bunlar çıxdı. Çünki bu fiqur 45 dərəcə döndərəndə üz aşağı olmalı. İndi fikir versəz, bax, bu oxum, bu yuxarıdakı oxum deyək də, sağa baxır. Bax, görsən yenə sağa baxır. Bax, yenə sağa baxır. Görsən, oxun istiqaməti dəyişməyib. Ox hər dəfə nə edib? Hər dəfə oxum böyüyür. İndi bu ox yenə də şeyləsən, yenə üz aşağı baxmalıdır. Bunu 45 dərəcə fırlatsan, ox üz aşağı baxacaq. Zaten hər üçündə üz aşağı baxır. Bundan sonra baxıram digər oxa. Bax, digər oxu gəl digər qələmlə göstərəm. Baxın, sola baxır, burada sağa baxır. İndi burada sola baxırsa, indi burada üz aşağı baxmalıdır. Yəni yuxarı baxırsa, indi aşağı baxmalıdır. Ona görə B variantını çıxırsan. Bir də fikir verirsən bu fiquru sağa döndərəndə, bax, böyük fiqur sağda qalacaq, balaca fiqur solda. Yəni D variantı kimi. Baxın, hər dəfə bu qırmızı ilə işarələdiyim var. Baxın, hər dəfə belə götürsək sağ tərəfdən. İndi bunu şeyləsən, oxun belə olacaq da. Bu da olacaq burada. Yəni bunu döndərəndə bax bu hala gəlir. Yəni böyük fiqur sağ tərəfdə olmalıdır. Cavab D variantıdır. Növbəti sualımız ardıcıllıqlara aiddir. Deməli, bax, məsələn 3-dən 27-yə necə gələrsən? Kubu da ola bilər, 9-a da vura bilərsən, qalsın. Bax, 27-dən 36-ya gəlmək üçün nə edirəm? Üzərinə 9 gəlirəm. 36-dan 4-ə gəlmək üçün 9-a bölərəm. 4-dən 13-ə gəlmək üçün üzərinə 9 gələrəm. 13-dən 117-yə gəlmək üçün 9-a vuraram. 117-dən də 126-ya gəlmək üçün üzərinə 9 gələrəm. İndi onda bir dənə birinci qaldı. Birincidə deyək, bax, hamısı 9-la əlaqəlisə, yəqin ki, burada da 9-a vurmuşam. İndi burada yenə 9-la əlaqəli nəsə olacaq. İndi əmələ baxaq. Bax, ardıcıl gedəcək. Vur, topla, böl, topla. Görürsüz, bax, vur, topla, böl, topla. Təzədən. Vur, topla. İndi nə olmalıdır? Böl olmalıdır. Bax, 4-4 ayırsan, 4 dənədən bir təkrarlanır. Baxın, vur, topla, böl, topla. İndi təzədən yenə. Vur, topla, böl. İndi burada olsaydı, misal üçün olacaqdı topla. Yəni, vur, topla, böl, topla. Vur, topla, böl, topla. 126-nı 9-a böləndə cavabım olacaq 14. Növbəti sual, deməli, sürət məsələlərinə aid sualdır. Qatar, tunel məsələsi deyək. Ümumiyyətlə, bu suallarla bağlı sizə bir dənə qızıl qayda deyim. Ümumiyyətlə, bu cür suallarda ümumi yolun uzunluğunu tapmaq üçün qatarın uzunluğu ilə tunelin uzunluğunu toplamalısan. Niyə görə? Bax, deyək ki, sürəti 78 olan qatar 5 kilometr uzunluqdakı tuneldən keçir. Qatarın uzunluğu 0,2-dir. Bax, misal üçün deyək, baxın, bu tuneldir, tutalım dostlar. Hə? Bu bizdə tuneldir, məsəl üçün. Uzunluğu dedik 5 kilometrdir. Bir də qatarı var. Qatarı da gəlin, bax, yaşıl rəngdə göstərəcəm sizə. Bu da tutalım bizim bir qatarımızdır, məsəl üçün. Bax, qatar indi, qatarın da uzunluğu nə qədərdir? 0,2 kilometr. Bax, qatar tuneldən keçmək üçün, bax, qatar buradadır, baş hissəsi qatarın, düzdürmü? Qatar buradan bura gələndə nə qədər yol gəlmiş olur? Bax, qatarın hal-hazırda vəziyyəti olur belə. Düzdürmü? 5 kilometr yol gələndə qatar, bu nöqtəyə gələndə qatar hal-hazırda olur, bax, bu formatda. Düzdürmü? 5 kilometr gəlir. Axı, deyir axı, tam keçməyi üçün, tam olaraq tuneldən keçər. O deməkdir ki, qatar öz uzunluğunu da çıxartmalıdır. Bax, buradan bura qatar belə gələndə, yəni qatar bizdə bu vəziyyəti alırsa, 5 kilometr yol gedir. Plus özünü də çıxartmalıdır axı. Yəni qatarın tam keçməyi üçün qatar vəziyyəti belə olmalıdır qatarın. Bax, vəziyyəti olmalıdır bu formatda. Çünki bax, buradan bura 5 kilometr gəlir. Bax, özünü də çıxartmalıdır. Ona görə bu 5-in üstünə öz uzunluğu da çıxır baxı buradan. Uzunluğunu gəlirsən nəsə. Yəni bunun məqsədi budur ki, yəni qatarın ümumiyyətlə yadda saxlayın, qatar tunel məsələlərində ümumi yolun uzunluğunu tapmaq üçün nə edirik? Qatarın uzunluğu ilə tunelin uzunluğunu toplayırıq. İndi
Ümumi yolum nə qədər olur məndə? 5,2 kilometr. Ümumi, yəni qatar o qədər yol getməlidir. Qatarın sürəti 78 kilometr saatdır. Bu nə deməkdir? Yəni qatar 1 saatda, bizə burada dəqiqə nə istəyir? Bax 1 saatda nədir? 60 dəqiqə. Yəni qatarın sürəti 78 kilometr bölü saat olur ki, qatar 1 saatda, yəni 60 dəqiqədə 78 kilometr yol gedir. İndi görün bu tunelin uzunluğu, tuneli keçmək üçün bu qədər yol getməlidir axı. Görün bəs neçə dəqiqəyə 5,2 kilometr yol gedəcək. Buradan x-i tapırsan. Yəni x bərabərdir 60-ı vurursan 5,2-yə, bölürsən 78-ə. 60 ilə 78 ixtisar getsin 6-ya. 6-ya gedir. Aha, 6-ya getsə, burada qalır 13 dəfə, burada qalır 10 dəfə. 52 ilə 13-ü ixtisar aparsam, yəni bu 5,2-ni 10-a vuranda 52 eləyib. 52-ni də 13-ə böləndə cavabım olur direkt 4. Bitdi, getdi. Yəni əsas məsələ nədir? Qatar tuneli məsələlərində ümumi yolun uzunluğu tapmaq üçün tunellə qatarın uzunluğunu nə edirsən? Toplayırsan. Ondan sonra tənasübə gəlib çıxır. Növbəti sual kublara aiddir, fəza fiqurlarına. Bax, ümumiyyətlə belə suallarda kubun əsas birinci qaydası odur ki, kubda eyni anda qarşı üzlər görünməz. Bu nə deməkdir? Bax, mən də əyani şəkildə sizin üçün kub çəkəcəm. Məsələn, kubun hal-hazırda bax, əyani forması budur, düzdürmü? Kubun hal-hazırda neçə dənə üzünü görürsən sən? Sən 3 dənə üzünü görürsən. Bax, bunlar qonşu üzlərdir bu heç. Bax, bu kubun qarşı üzü hansıdır? Bu kubun qarşı üzü arxadadır. Bunun arxa tərəfində görmürsən. Bu kubun qarşı üzü hansıdır? Bax, aşağıda da oturacaqda. Bunun qarşı üzü aşağı tərəfdədir. Bax, belə bir şey. Görmürsən onu. Bu sağ tərəfdəki üzün qarşı üzü hardadır? Bax, tən sol tərəfdə. Onu da görmürsən. Yəni kubun yadda saxlayın. Birinci qızıl qaydası odur ki, kublarda eyni anda qarşı üzlər görünə bilməz. Bəs bu açılışında kubu qarşı üzünədir. Bu arada kubu həmişə arxaya tərəf yığırsan. Çünki kubu özbə tərəf yığanda rəqəmlər kubun içində qalacaq, görünməyəcək. Amma kubu arxaya yığanda, geri arxa tərəfə yığanda rəqəmlər kubun üstündə qalacaq. Məsələn 2, 3, 5 və s. belə görünəcəkdir yəni. İndi qarşı üzləri burada bildik. Bəs belə olanda qarşı üzlər nədir? Belə olanda qarşı üzlər Lorentz intervallı getməlisən. Bax, yəni tullana. 7 ilə 4 qarşı üzdür burada. 1 ilə 5 qarşı üzdür burada. Bir də 2 ilə 9 nədir? Qarşı üz. Yəni gördük ki, biz axı eyni anda qarşı üzlər görünə bilmir. Bax, məsələn 7 ilə 4 eyni variantlarda ola bilməz. Bax, yeni çıxırsa həm 7, həm 4 eyni anda görünəməz də qarşı üzlərdir axı. Və 9 ilə də 2 qarşı üzdür. Eyni anda görünəməz. Baxın, 9 ilə 2 eyni anda görünəməz. Plus 1 ilə də 5 qarşı üzdürsə, 1 ilə də 5 qarşı üzdürsə nədir? O eyni variantda görünə bilməz. 1 ilə 5. Yerdə nə qaldı? Aha, bu arada 4 ilə 7 dedik axı qarşı üzdür. D-ni də çıxmalıyıq da 4 ilə 7-yə görə. D də getdi. Bəli. Avtomatik cavabım nə qalır? 2, 4, 5. Bax, 2, 5, 4 də. 4-ü aşırdıb gətirə bilərsən misal üçün bura. Olacaq belə. Bax, 3-ü də nədir? Bir-birinə qonşudur. Ya bu yana aşırdıb götürərsən 4-ü, olacaq 4-ümüz belə. Yəni görürsən 3-ü də eyni anda görünə bilir. Ona görə də burada qarşı üzlər çıxıb direkt variantı tapmaq olur. Növbəti sual da fəza fiqurlarına, yəni kublara aid bir sualdır. Yenə qarşı üzlərindən direkt tapmaq olur. Ən yaxşı yol təbii ki, bax bunu açılışı pozana çəkirsən, rahat tapa bilirsən. Mən indi bunu qarşı üzlərinə eləyəcəm. Dedik ki, bayaq qarşı üzlər eyni anda görünə bilməz. Bax, ulduzun qarşı üzü hansıdır? De bu yarım üstəgəl görürsüz. Bununla bu qarşı üzdür. Ulduzla yarım üstəgəl bax burada eyni yerdə veriblər. Eyni anda görünə bilməz. Bu da səhv. Baxın, ulduzla yarım üstəgəl nədir? Eyni vaxtda görünə bilməz. Bunu da çıxdım. Misal üçün, sonra gəlirəm. Bax, qara nöqtə ilə bu üçbucaq deyək də, qarşı üzdürsə eyni anda görünə bilməz. Bunu da çıxırsan, qara ilə üçbucaq. Çıxdın. Burada da qara ilə üçbucaq eyni anda görünə bilməz, çıxdın. Zaten baxan kimi cavabın Y variantı olduğunu görmək olur. Bax, bu isə yarım üstəgəl bax budur, görürsüz. Bunun sağında nədir? Baxın, qara nöqtə, görürsüz. Bunların da üstündə nədir? Üstəgəl. Üstəgəli də aşırdı bura götürə bilirsən də yuxarıdakını. Görsən, üstəgəl də üstündə. Eynən tutur. Cavabım olur Y variantı.